Salam dəyərli izləyicilər, xoş gördük hər birinizi. Bugün də sata bilmədilər, bugün də bax belə bazardan çıxırlar. Mövzuya keçməzdən öncə hər birinizdən xahiş edirəm ki, kanalımı bəyənəsiniz, xüsusilə də abunə olasınız. Abunə sayımız çox azdır və baxış gəlməkdədir, amma abunə sayı az olduğuna görə o qədər də effektli olmur. Çox xahiş edirəm hər birinizdən Avtosaz kanalını bəyənin, abunə olun və paylaşın ki, daha tez müddətdə, daha yaxşı vəziyyətdə biz formalaşaq və qarşınıza maraqlı mövzularla gələk. Bəli, avtomobil bazarındayıq, ikinci əl avtomobil bazarında, Badamdarda yerləşən bazardan gedir söhbət. Bugün də vəziyyət gərgindir, ötən həftəki kimi, ondan əvvəlki həftədə kimi vəziyyət gərgindir və hər həftə biz artıq geridə qoyduqca avtomobil bazarındakı, ikinci əl avtomobil bazarındakı vəziyyətin hansı formada gərginləşməyə doğru getdiyini açıq-aydın şəkildə müşahidə edirik. Əvvəldə paylaşdığımız bu kadrlardan açıq-aydın görürsünüz ki, bazardan nə qədər satıcı artıq çıxır və bu isə o deməkdir ki, saat 1 olduğuna baxmayaraq bu isə o deməkdir ki, bazarda bu müddətə qədər alqı-satqı demək olar ki, baş tutmayıb və ikinci əl avtomobillər demək olar ki, satılmır və nəticə etibarıyla satıcılar bu saata qədər gözləyir və bəlkə bir ehtimal səhər-səhər alqı-satqı yoxdur, günortadan sonra bəlkə nəsə olar prinsipi ilə gözləyirlər, amma çox təəssüf ki, yenə də vəziyyət gərgin olaraq qaldığına görə sata bilmədikləri üçün bazardan bax belə kütləvi şəkildə çıxırlar və nəzərə alsaq ki, mövcud vəziyyət hər həftə, hər həftəni biz müşahidə edirik. Bu isə o deməkdir ki, növbəti həftələrdə də belə bir vəziyyətin yaşanacağı təbii ki, istisna deyil. Deməli, vəziyyətin belə bir həddə gəlib çatması, avtomobil bazarında alqı-satqının bu dərəcədə aşağı düşməsi, zəifləməsinin konkret olaraq bir səbəbi var. Sözü uzatmadan bu səbəbi hər birimiz bilirik ki, Çin avtomobil sənayesi artıq dünyanın bir çox avtomobil istehsalı zavodlarına, ən çox məşhur olan avtomobil markalarına meydan oxuyur və nəticə etibarilə Çin avtomobil sənayesindən istehsal olunan avtomobillər artıq ölkəmizə də kütləvi şəkildə idxal olunduğuna görə ikinci əl avtomobillərə maraq azalır və bunu biz hər həftə, hər ötən həftə, hər geridə qoyduğumuz ayda bunu yaxşı görürük və insanlar bu dəqiqənin özündə 0 kilometr avtomobillər demək olar ki, bir çoxlarımız üçün əlçatandır, hər kəsin büdcəsinə uyğundur. Belə deyək də, get bankdan 5-10 min manat maşın pul götür və bu pulun müqabilində deməli sənin də 0 kilometr avtomobilin olacaq. Amma əslində bir il bundan öncə ilə müqayisədə, 8-9 ay öncə ilə müqayisədə vəziyyət belə deyildi. İkinci əl avtomobil bazarında nisbətən canlanma var idi və bu vəziyyət tədricən sıfıra doğru yaxınlaşır və hazırda demək olar ki, elə sıfırdadır və bazarda alqı-satqı sıfırın hətta altındadır deyərdim. Maşın alıb satan demək olar ki, yoxdur. Baxın, gözləyən maşınlar var. Hələ maşın bazarında saat 1-dir, 2-yə işləyir və bu saata baxmayaraq gözləyir. Satıcılar bəlkə kimsə gələr, bəlkə mən 2 həftədir, 3 həftədir gətirdiyim maşını bu həftə sata bilərəm prinsipinə gözləyirlər. Bəli, gərginləşməyə doğru gedir vəziyyət və onu qeyd etmək istəyirəm ki, bu vəziyyətin, gərginləşmiş vəziyyətin fonunda da avtomobillərin qiyməti kəskin dərəcədə aşağı enib. Söhbət burada Amerika bazarı üçün istehsal olunan maşınlardan tutmuş Avropa, Koreya avtomobillərinə gedir. Daxili mühərriklə, daxili yanma mühərriklə təchiz olunan avtomobillərdən gedir ki, bu avtomobilləri demək olar ki, artıq alan yoxdur. Hətta vəziyyət o həddə çatıb ki, bir il bundan öncə ilə müqayisədə, bir il bundan öncə 27-28 minə təklif olunan və ortalama deyirəm, ikinci əl avtomobillərin qiyməti bugün 19 minə, hətta nə qədər eləsələr də 19 minə belə, 18 minə belə sata bilmirlər. Gözləyirlər, amma alan yoxdur, vəziyyət gərginləşməyə doğru gedir və ekspertlər, mütəxəssislər bu proqnozları belə şəkildə verirlər ki, vəziyyət belə davam eləsə artıq avtomobil bazarı öz fəaliyyətini dayandırmış olacaq. Çünki bura gələnlər maşını sata bilmir və ona görə də gəlib getmək, bazarın xərci, yol xərci və s. digər xərcləri üst-üstə gəlsək, bura gəlmək demək olar ki, çoxlarına sərf eləmir. Məsələ burasındadır ki, bu vəziyyət şərh bölmələrində, xüsusi olaraq sosial media üzərində belə bir vəziyyət, bazarın vəziyyəti ilə, aqibəti ilə bağlı, mövcud aqibəti ilə bağlı paylaşımlar olduqda şərh bölmələrində insanların böyük əksəriyyəti yazırlar ki, yaxşı olur, alverçilər bazarı pis günə qoymuşdu, elə belə olmalı idi və s. kimi xoşa gəlməz biz şərhləri görürük. Baxın, mənim əzizlərim, bu mənim şəxsi və subyektiv fikrimdir. Biz nə dərəcədə də belə bir şərhləri bilmirik, hansı formada fikirləşirikmi, bəlkə də fikirləşmədən yazırıq. Amma bir şey dərk eləmək lazımdır ki, bu bazardan onlarla, hətta yüzlərlə ailə başçısı evinə çörək aparırdı və amma indiki vəziyyətdə bu ailə başçıları bu bazardan kör peşman şəkildə çıxırlar, əllərində bir qəpik çörək pulu aparmadan evlərinə, ailələrə
nümayəndələrinin yanına gedirlər. Bu çox məyus edici bir haldır və ümidvarıq ki, bazarın vəziyyəti bəlkə də indi belə davam edirsə payıza doğru nisbətən heç olmasa yaxşılaşar ki, buradan çörək qazanan insanlar da evinə bir-iki tikə çörək aparsın. Baxın, əsas məsələnin problemin kökündə dayanan budur. Biz düzdür, mövcud vəziyyəti görürük, alqı-satqı yoxdur. Bunun da səbəblərini biz başda izah elədik. Amma məsələ burasındadır ki, belə bir vəziyyət nəyə təsir edir? Bunu artıq açıq şəkildə mən sizə izah elədim. Bəli, əsasən Koreya bazarından istehsal, Koreya avtomobilləri, Kia Optimalar, hansı ki 2017-2016-nın Kia Optimaları K5-lər, elə bunu mən misal götürürəm. Çünki daha çox satılan maşınlar Elantra və bu kimi maşınlar idi ki, bunların qiymətləri 8 ay, 7 ay bundan öncə 27, 26, 25 minə qədər təklif olunurdusa, hazırda bu maşınlar 17 minə, 18 minə də təklif olunur, amma satan yoxdur, nə də alan yoxdur. Bazar əməlli başlı ölüb. Bu vəziyyəti, bazarı dirildəcək, inanmıram kimsə çıxa ortaya bir nəfər tapıla. Bazarın bu dərdi, sağalmaz dərdi var. Bu dərdin sağalması üçün konkret səbəb bəllidir. Çin bazarı, Çinin avtomobil sənayesi artıq dünyaya demək olar ki, meydan oxuyur və bu vəziyyət də artıq Azərbaycanda da, Azərbaycanın ikinci əl avtomobil bazarında da əməlli başlı özünü göstərməkdədir. Və məsələ burasındadır ki, baxın, fonda görünən bu avtomobillərin hər biri ikinci əl Avropa, Amerika bazarı üçün Koreya avtomobilləridir ki, bu avtomobillərin üzünə baxan yoxdur. Amma məsələ ondadır ki, maşın bazarının müəyyən bir hissələrində 0 kilometr Çin istehsalı olunan elektromobillər, hibridlər və plug-in hibridlər artıq kifayət qədər satış olunur, kifayət qədər bu maşınların satışı həyata keçirilir. Hətta mən bir satıcı ilə söhbət elədim. Adam deyir ki, təsəvvür edirsiniz, ay yarım ərzində mən 4000-dən çox Çin avtomobili satmışam. Bu bilirsiniz nə deməkdir? Bu hətta bu bazarın yaxşı vaxtlarından da yaxşı satış deməkdir. Deməli, insanlar artıq hər kəs üçün 0 kilometr maşın əl çatan olduğuna görə insanlar daha çox təzə maşınlara üstünlük verir. Bəli, vəziyyət belədir. Görək bu vəziyyət nə vaxta qədər davam edəcək, amma onu demək istəyirəm ki, nə vaxta qədər davam edəcəyini bilmirəm, amma bir vəziyyət açıq aydın, real şəkildə özünü göstərir ki, maşın bazarı artıq demək olar ki, tarixə qovuşmaq üzrədir. Özünüzə yaxşı baxın, avtomobil bazarından, avtosazla məlumat öyrənməyə çalışın, bizi izləyin, kanalımıza abunə olun.